Azərbaycanda karateni əməlli başlı oyuncağa çeviriblər. Vaxtilə Rafael Ağayev var idi və milli komanda dünya çempionatına gedəndə bütün ölkələr bizdən qorxurdu, çəkinirdi. Bilirdilər ki, Rafael gəlibsə, komandası gəlibsə, qızıl uğrunda mübarizə gedəcək. Rafael 5 qızıl qazandı sonuncu dəfə 2016-cı ildə. Ondan sonra medallarımız oldu, amma artıq qızıl yoxdur. O vaxtdan bu yana ümidlərimiz ancaq Ukraynalı legioner Irina Zaretska ilə bağlıdır. 3 dəfə dünya çempionu olub və bu dəfə də sabahları Misirdə start götürəcək dünya çempionatında qızıl arzularımız məhz ancaq onunla bağlıdır. Çünki milli komandanın heyətində olan Mədinə Sadıxova, Asiman Qurbanlı, Roman Heydərov və Turqut Həsənov maksimum bürünc medal üçün vuruşa bilərlər. Qızıl onlardan gözləmir heç kim. Necə deyirlər, bu dəfə də ümidlər legionerədir və oturaq baxaq görək medalı kim qazanacaq və biz necə sevinəcəyik.